indi limit yoxdur və belə bir şəraitdə nəticələr bərbaddırsa, deməli, burada hamı günahkardır. Rəhbərlik də, məşqçilər korpusu da. Mən elə həmişə deyirəm verilişimizdə ki, bu Samir Abbasovdan bu komanda uzağa gedə bilməz. İndi deyirlər ki, onu yola salmaq vaxtıdır. Yox, onu əsasən rəhbərlik getməlidir. Çünki bu komandada idarəçilik yoxdur. Birinci növbədə elə rəhbərlik etməlidir. Milyonlar havaya sovrulur, nəticə də yoxdur. Ümumiyyətlə, bir neçə klubun rəhbərliyi futboldan uzaq adamlardır. Bugün çox təəssüf ki, klubda futbol adamları, mütəxəssisləri yoxdur. Biz hər dəfə bu barədə danışırıq. Nə qədər bizim pro-kateqoriyalı, təcrübəli məşqçilərimiz kənarda qalıb, büdcələr dağıdılır və kim bilir və hansı başqa işlərlə məşğuldurlar. İndi mətbuatda oxuyuram ki, Neftçi Ukraynalı Vernidu ilə danışıqlar aparır. Bilmirəm nə dərəcədə doğru informasiyadır. Amma əgər həqiqətən... Artıq neçə ildə onun adı çəkilir Neftçi ilə? Amma həqiqətən belə bir şey varsa, yaxşı, gətirdiniz Qırqarçuku bəhbəhlə. Ağzınız bala batdı. İndi deyəcəklər ki, yerli qoyduq da. Bəs kim deyir ki, ən yaxşı yerli Samir Abbasovudur? Bunu əllərində bayraq tutub indi əcnəbi məşqçi axtarışına çıxıblar.